qəbul etmə prinsipləri həyata keçirildi. Və əsas görünməyən qəhrəmanlar silsiləsindən bizim Dövlət Təhlükəsizlik Xidmətinin düşmən dərinliyində və düşmən ictimaiyyətinin içində, eləcə də düşmənin ali zabit və idarəetmə orqanlarının içində onları sıradan çıxarılması, məlumatların əldə edilməsi, lazım gələn anda Ermənistan hakimiyyətinə müdaxiləsi prinsipi həyata keçirildi. Cənab Prezident Şəmkirdə San Xidmətinin açılışında gənclərlə görüşdə bu ifadəni gözəl şəkildə qeyd etdi ki, lazım gəldikdə biz Ermənistan ictimaiyyətinə və Ermənistan dövlətə müdaxilə etmə gücümüz var. Bu elə belə bir ifadə deyil. Bu, geri dönüş etsək 92-ci, 93-cü ilə zəif, cılız, məğlub edilmiş Azərbaycanın bugünkü simasıydı. Biz rahatlıqdan bugünə gəlmədik. Biz 1 milyon qaçqının köçürülməsi, onların təmin edilməsi, ordunun yenidən dağılmış, müharibədən çıxmış, dağılmış, bərbad ordunun